Afrikanın Avropaya ən yaxın nöqtəsində yerləşən Mərakeş, tarix, mədəniyyət və coğrafiyanın bir nöqtədə qovuşduğu nadir ölkələrdən biridir. Səhranın sonsuzluğu ilə Aralıq dənizinin sərinliyini, Berberlərin qədim ənənələri ilə fransızların zərif mədəniyyətini eyni anda yaşadan bu ölkə hər il milyonlarla insanı valeh edir. Gəlin birlikdə bu sirli və cazibədar diyarın həm insanlarına, həm tarixinə, həm də gündəlik həyatına daha yaxından baxaq. Mərakeş, bəlkə də Afrikanın ən fərqli və eksotik ölkəsidir. Aralıq dənizi ilə Atlantik okeanının qovuşduğu, Avropanın lap yaxınlığında yerləşən bu sirli ölkə bir çox mədəniyyəti özündə cəmləşdirən, müxtəlif dəyərlərin yaşadıldığı bir coğrafiyadır. Üstəlik, elə də kiçik bir ölkə deyil. Tam 446.550 kvadrat kilometr sahəyə malik, səhraları ilə məşhur olan nəhəng bir ölkədən bəhs edirik. Mərakeş, Afrikanın ən şimalındakı ölkələrdən biridir, amma Afrika Birliyinə üzv deyil. Bunun əsas səbəbi isə səhravi bölgə ilə bağlı uzun illərdir davam edən mübahisələrdir. Mərakeş dövləti Qərbi Səhraya tam şəkildə sahib çıxmaq istəyir. Lakin BMT və Afrika Birliyi bu iddianı tanımır. Mərakeşlilər isə özlərini Afrikadan çox Avropa və Ərəb dünyasına yaxın hiss edirlər. Çünki hər il milyonlarla Avropalı turist Mərakeşi ziyarət edir və turizm ölkənin əsas gəlir mənbələrindən biri sayılır. Bu səbəbdən Mərakeş xalqı Avropa mədəniyyətinə olduqca müsbət yanaşır və onları sevir. Ərəblərə olan simpatiyalarının isə tarixi səbəbləri var. Keçmişdəki mədəni və dini əlaqələr bugünkü inanc və həyat fəlsəfələrinin əsasını təşkil edir. Belə ki, ölkənin 40 milyonluq əhalisinin böyük əksəriyyəti İslam dininə mənsubdur və dindar insanlardır. Digər dinlərin payı cəmi 1% civarındadır. Ölkənin rəsmi dili ərəb dilidir və ərəb mədəniyyətinin dominant olduğu bir həyat tərzi hökm sürür. Bununla yanaşı, Mərakeşin kökləri Berber xalqına dayanır. Bu səbəbdən Berber dili də ölkədə geniş şəkildə istifadə olunur. Maraqlı məqam isə budur ki, Mərakeşlə İspaniya arasında yalnız Cəbəlütariq boğazı olduğundan ölkənin şimalında İspan dili və mədəniyyəti də güclü şəkildə təsir göstərir. Eyni zamanda fransızlar da tarix boyu Mərakeşdə dərin izlər buraxıblar. Əslində sömürgə dövründə ölkənin təbii sərvətlərini istismar etsələr də, bu gün Mərakeş xalqı fransızlara qarşı dərin rəğbət bəsləyir. Bunun səbəbi milliyyətçiliyin zəif olması və fransız mədəniyyətinin ölkədə dərin kök salmasıdır. Fransızlar Mərakeşə sadəcə iqtisadi deyil, dil və mədəniyyət baxımından da güclü təsir etmişlər. Bugünkü Mərakeşdə ərəb dili ilə yanaşı ən çox danışılan ikinci dil fransız dilidir. Fransaya böyük köç dalğaları nəticəsində bir çox Mərakeş və Əlcəzair əsilli insanlar artıq fransız vətəndaşıdır. Hətta Fransaya gedən Mərakeşlilər orada qalmaq və yaşamaq arzusundadır. Futbolu izləyənlər bilirlər ki, Fransa millisinin ulduz futbolçularından bir çoxu əslində Mərakeş və Əlcəzair mənşəlidir. Məsələn, Mbappé, Zidane, Pogba və daha bir çoxları. Yəni, ataları bir vaxtlar assimilyasiyaya məruz qalan Afrikalılardır. Mərakeş tarix boyu bir çox xarici müdaxilələrlə üz-üzə qalıb və Berberlər bu mübarizələrin çoxunda məğlub ayrılıblar. İlk müdaxilə 7-ci əsrdə ərəb ordularının Mərakeşi fəth etməsi ilə başlayıb. Sonradan müsəlmanlığı qəbul edən Berberlər Osmanlı imperiyası ilə əlaqələr quraraq Avropa təsirindən qoruna biliblər. Lakin 19-cu əsrdə İspaniya Mərakeşi işğal etdi. 20-ci əsrin əvvəllərində isə Fransa ölkəni idarə etməyə başladı. Mərakeş yalnız 1956-cı ildə müstəqilliyini əldə etdi və Fransanın təsirindən qurtuldu. Bugünkü Mərakeş Ərəb, Avropa və Afrika mədəniyyətinin harmoniyasından ibarətdir. Məsələn, bağça və fəvvarələr İspaniyanı, memarlıq üslubu Fransanı, küçələrdəki gündəlik həyatsa Ərəb dünyasını xatırladır. Mərakeşin ən məşhur şəhərləri Kazablanka və Mərakeş şəhərləridir.
Bu iki şəhər tarixi və memarlıq abidələri ilə zəngindir. Dar küçələr, qədim tikililər, unikal ab-hava insanı əsrlər öncəyə, bərbər şəhərlərinə aparır. Paytaxt Rabat isə daha müasir və yeni arxitekturası ilə seçilir. Xəritəyə baxsaq görərik ki, Mərakeş Afrika qitəsinin şimal-qərbində, Əlcəzair, Mavritaniya və okeanlarla sərhəddə yerləşir. Bu ölkə həm səhralara, həm də dünyaca məşhur çimərliklərə və 1000 illik tarixi irsə sahibdir. Məhz bu səbəbdən ölmədən öncə görülməsi lazım olan yerlər siyahısında milyonlarla turistin ilk seçimidir. Bəs bu gözəl coğrafiyada Mərakeş insanı necə yaşayır? Nə ilə məşğuldur? Gəlin bu barədə danışaq. Əvvəl də bəhs etdiyimiz kimi heyvanlar Mərakeşdə də həyatın ayrılmaz bir parçasıdır. Məsələn, Rusiyada marallar, İranda Qaşqay türklərində keçilər nə qədər əhəmiyyətlidirsə, Mərakeşdə dəvələr də bir o qədər vacibdir. Səhrada çadırlarda yaşayan kənd cəmaatı heyvandarlıqla, xüsusilə dəvə saxlamaqla məşğuldular. Onlar dəvələrdən təkcə ət üçün yox, daimi gəlir mənbəyi kimi istifadə edirlər. Dəvənin südü, dərisi, hətta sidiyi belə satılır. Məsələn, dəvə südünün 1 litri təxminən 10 Amerika dolları qiymətinə satılır. Xaricilər üçün bu məhsul çox nadir sayıldığından dəyərlidir. Hətta bu sizə qəribə gələ bilər, amma mərakeşlilər dəvə sidiyini belə yığır və istehlak edirlər. Düşünürlər ki, dəvə sidiyi mədə xərçənginə qarşı faydalıdır və immuniteti gücləndirir. Sadəcə özləri yox, uşaqlarına da içirdirlər. Qalan hissəsi isə butulkalara doldurub bu mədəniyyəti qəbul edənlərə satırlar. Beləcə, səhrada köçəri həyat tərzi keçirən yüzlərlə ailə heyvandarlıqla məşğuldur. Onların yaşadığı yerlər çox vaxt tamamilə qumdan və torpaqdan ibarətdir. Əgər siz yaşıllıq və meşəlik yerləri sevirsinizsə, Mərakeşin kənd həyatı sizin üçün uyğun olmayacaq. Kişilər və qadınlar səhrada günəş və küləkdən qorunmaq üçün üzlərini sarıyırlar, əllərinə əlcək taxırlar. Çünki səhralarda yayda temperatur 60 dərəcəyə qədər yüksəlir və birbaşa günəş şüaları dərini yandırır. Qapalı geyimlərinin tək səbəbi günəş deyil, dini bağlılıqlardır. Bu səbəblə çöl bölgələrində açıq-saçıq geyinən qadınlara rast gəlmək çətindir. Bəşəriyyətin hələ yer üzünə tam hakim olmadığı dövrlərdə səhranın su ilə örtülü olduğu elmi olaraq sübut olunub. Belə ki, alimlər bugünkü Mərakeş səhralarının dərinliklərini qazarkən çox sayda balina skeleti ilə qarşılaşıblar. Bu isə keçmişdə həmin ərazilərin dənizlə örtüldüyünü göstərir. Nəticə etibarilə bu gün də səhranın altında su ehtiyatları mövcuddur və çöl insanı dərin quyular qazaraq suya çıxış əldə edirlər. Onlar süd və sidikdən gəlir əldə etməklə yanaşı, qadınların əl əməyi ilə toxuduğu xalçalardan da qazanc əldə edirlər. Ev işləri və uşaq baxımı ilə yanaşı, qadınların yeganə məşğuliyyəti xalça toxumaqdır. Əgər pullu bir turist tapırlarsa, bir xalçanı bir keçi qiymətinə, təxminən 100 dollara satırlar. Digər tərəfdən Mərakeşlilər dəvə və qoyun dərisindən böyük bir sənaye qurublar. Əgər heyvan kəsilmələri olarsa, dərisi heç vaxt atılmır. Dərilər dəri emal müəssisələri tərəfindən alınır. Mərakeşlilərin başqa bir qazanc yolu isə çöl turlarıdır. Mərakeşə gələn hər turistin ən az bir dəfə səhraya getməsi tövsiyə olunur. Çünki səhranın sonsuzluğu, görkəmi və əzəməti valeh edicidir. Amma təhlükəsizliyi nəzərə alaraq tək başına deyil, turla getmək şərtdir. Keçmişdə tək səhraya çıxan turistlər qum fırtınalarına düşərək həyatlarını itiriblər. Ona görə mütləq yerli bələdçi və tur qrupu ilə getmək tövsiyə olunur. Mərakeşin kəndləri isə çox vaxt mağara tərzində tikilmiş evlərdən ibarətdir. Kəndlərdə çox vaxt elektrik sistemi olmur. Bəzən su xətti belə yoxdur. Qadınlar paltar yuyan üçün kəndin ortaq sahələrinə gedirlər. Kənd cəmaatının əsas qazancı turistlərə bələdçilik etməkdir. Hətta turist ünvan soruşanda belə bundan pul çıxarmağa çalışırlar. Qaldıqları mağara tipli evləri belə turistlərə pulla göstərirlər. Mərakeşin şəhərlərində isə çox vaxt bazar ab-havası hiss olunur. Supermarket və iri ticarət mərkəzləri Nepalda olduğu kimi burada da nadir haldadır. İnsanlar ehtiyaclarını yerli bazarlardan qarşılayır. Bazarlarsa turistlərlə dolub daşır. Ölkənin sahil şəhərlərində isə sardina balıqları çox çıxır. Bu da Mərakeşə ucuz və təzə balıq ziyafəti imkanı verir.
Mərakeşdə həyatın içində bütün qitələrdən dad və mədəniyyətlər tapmaq mümkündür. Hətta şəhər qəssablarında at ətinə belə rast gəlmək olur. Şəhərdəki binalar isə əksəriyyəti 50 ildən yaşlı tikililərdir. Bu da şəhərlərə qəribə bir görüntü verir. Lakin çox sayda insan keçim sıxıntısına görə daha rahat evlərə köçə bilmir. Bir çox binaların fasadı tökülməkdədir və təmirə ehtiyacı var. Onsuz da ölkədə orta aylıq gəlir cəmi 300 dollardır. Əgər sizin aylıq gəliriniz 1000 dollar civarındadırsa, Mərakeşdə kral kimi yaşaya bilərsiniz, amma əhalinin əksəriyyəti 300 dollara güclə dolandığından gənclər universiteti bitirən kimi Fransaya getmək arzusu ilə yaşayırlar. Ölkədəki əyləncə məkanlarında isə çoxlu rəqqasə görmək, səhraya xas musiqilər eşitmək mümkündür. Yeməkləri əsasən ət əsaslıdır və çoxlu kuskus yeyirlər. Turizmlə yaşayan bu ölkədə spirtli içki içmək isə sərbəstdir. İnsanlar istədikləri kimi əylənə bilirlər və heç bir ciddi məhdudiyyət yox. Yəni Mərakeş dedikdə İran kimi qapalı sistemli ölkə ağlınıza gəlməsin. Mərakeş həm idarə etmə, həm xalq səviyyəsində tamamilə turizm və pul üzərində qurulub. Bu səbəbdən orada etmək istədiyiniz şeylərin sərhəddi yoxdur. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.